Salam mənim dəyərli izləyicilərim. İstədim sizə bir dənə kiçicik bir vloq hazırlayım. Həm neçə vaxtdır vloq hazırlamıram. İzləyicilərimə də maraqlı olacaq, həm özümə də maraqlıdır. İstədim sizinlə də bölüşüm. Deməli, vloqumuz nədən ibarətdir? Biraz nostalji, biraz keçmişə gedəcək, aparacağım sizi. Daha doğrusu mən aparmayacağam, şokoladçı aparacaq. İndi deyirsiniz ki, bu nə danışır görəsən, nədən danışır? Deməli, məsələ nədir? Instagramda gəzirdim. Belə çevirirdim videoları. Bir blogerin videosu qabağıma çıxdı və baxdım ki, orada keçmişdə mənim əzizim, mənim doğmam, mənim mənəvi anam, nəinki mənim Orxanım da, bizim ailəmizin sevimlisi Nasber xanım Dostaliyevanın keçmişdə şokolad şəkilləri var idi. Hamı bilir onu. Həmən şokolad şəkillərini yenidən şokoladçı özü yenidən o şəkillərlə dərc eləyib şokolad istehsal eləyirlər, nə bilim, düzəldirlər, nəysə. Mən istədim onu sizə göstərim və mən dərhal əlaqə saxladım onlarla. Biz Orxanla o videonu görən kimi ağlımıza ilk gələn nə oldu? Bundan mütləq alıb Nasber xanıma hədiyyə eləməliyəm və dərhal biz əlaqə saxladıq. Sağ olsunlar. Həmən cavab verdilər və özlərinə də dedik ki, biz bunu şəxsən Nasber xanımca zakaz eləyirik, ona çatdıracağıq. Mən istəyirəm onların mənə göndərdiyi bu şokolad korobkalarını sizinlə bölüşüm. Baxın, keçmişdə necə idisə, eynisi, deyilmi? Eynisi. 1, 2, arxasında bulanıq şəkillidir, qabağında belə. Baxın. Amma Nasber xanım, dostlar, gözəldir də. Nasber xanım əvvəli necə gözəl idisə ki, bütün hər kəs Nasber xanımın gözlərinin gözəlliyindən, özünün gözəlliyindən danışırdı. Şəkillərdə də görürük bunu. Bu gün də elədir. İndi zəng eləyəcəm Nasber xanıma, Orxanı gözləyirəm, gəlsin. İşimi indi bitirmişəm, artıq saat 10 tamamdır. Zaten biz günortadan Nasber xanımla danışmışıq. Bugün Qurban bayramıdır. Bu arada hər kəsin bayramını təbrik edirəm. İzləyənləri, izləməyənlər, hər kəsin, bütün Azərbaycan xalqının bayramını təbrik edirəm. Səhər Nasber xanımın bayramını təbrik etmək üçün zəng eləyəndə danışdıq ki, bugün onlarda görüşəcək və aparıb bu şirin, nostaljik hədiyyələri ona özüm vermək istəyirəm. Əgər Nasber xanım ev halında deyilsə, onunla da çəkib sizinlə bölüşəcək. Amma əgər ev halındadırsa, o boyda sənətkarı ev halında çəkmək düzgün olmaz. Ona görə çəkməyəcək. Gedək, görək başımıza nə gəlir. Orxanı gözləyirəm, gəlsin, çıxaq. Nasber xanım cavab versin telefona. Gedək. Gəl də bura. Özün göstərmək istəməyən. Görək nə olacaq. Toydaydı. Hı? Toydaydı. Tutanaydı. Yo, dedi, amma tez çıxacam. Gəlin bizə. Olmadı, gedək də promo. Onsuz deyib ki. Bir ağzını bağlısız dedi. Onu rahat bulup. Ayak dedim, orada dedim. Telefonu getirdi. Oldu, bayramımızı təbrik edirəm, yaxşısın. Çok sağ ol Nafa, çok sağ ol. Alo, Nasber xanım. Çıxırdı, o zaman çıxır. Oldu, səndən danışmaq istəyir, mənlə danışmaq istəyir. Kızı yalan. Yaxşı. Gəlmişik Nasber xanımcıla. Həyətə giririk. Nasber xanım toydaydı deyə. Aha, açdılar qapını. Toydaydı deyə biraz geç gəldik. Artıq 12 işləyir. Hara bura? Ha. Tamam. Biraz da sıxaq. Orxan, çəkil, bir dəqiqə vuracam səni. Все.
keçdik. Nasper xanım şokolad qarağı verək. Kociş. Kociş mənim. Kınlamış. 90-cı illəri yenidən yaşayıram. Mən Çox şəxsən sağ ol. Nasbar xanımı əlinə yedirmişdim. Can. Özləri də paylaşıb, hə? Özləri də. Əgər bundan ruzi qazanacaqlarsa, mən halal edirəm. Allah ruzularını versin. Amma insaflı olun. Böyle bana satmayın ki, alma ala bilsin. Bir də içinə qəşəng şokoladlar. İçinə baxın. Nasbar xanım Şokoladlar adlı yox, qəşəngdir. Bir ay dedi, dadına nə baxacağıq maraqlıdır şokoladların. doğrudan. Hə, Hə, Nasber'in maraqlıdır. yeni forması. Hə, Müasir gəlin dadına şokolad. baxaq. Görək necədir. Vüska, ağ şokolad. Baxan necə. Mən amma krasovkasız olmaq ola Yox, krasovka sevirik. Bizdə barsovka dedik də, krasovkadan. Qatma hamısı. Dostu bizdə orada məsəl üçün şeydir, məsələn burada indi ehtiyac olmur. Amma belə ancaq krasovkadan məşğul, barsovka. Krasovka ilə. Mən idman üçün olan krasovkalar var. Məsələn, yalnız krasovkada. İstəyən kimsə istəyir krasovkada, istəyən Hə, kim barsovkada. istəyir ondan o yaxşıdır. O yaxşıdır. Əladır. Nə maraqlı düzəldiblər, hər şokolad bir şey. Mən yəni ki, belə çox ufrajen edirəm. Mən yəni ki, prosto mən çoxunu çəkmirəm. Nə edirəm çəkmirəm? Çünki mən durub çəkiliş üçün Amma baxır ki, kimə necə ufrajen. Yəni, əlbəttə. insanın bədəninə görə verirsən. Məsələn, adam var, məsələn, onu görürəm ki, eləyə bilmir, mən onu deyirəm, indi döyəcəm, başım çıxır. Gəlmişik Nasper xanımcılar. Orxanın videolarından. Maraqlı. Ancaq idmandan danışırıq. Sən idmansızım, Asbəqəm mən. Orxan Sən kimi yalanına yatırmıram. Mən şey yapacağım, nədən alır? Yox, idman mütləq, sağlamlıdır. Əməliyyat yaxşı, sağlam bədənlə. Əməliyyat. Yox, sağlam bədən. Mən əməliyyatın tərəfdarıyım. Sağlam, ruhumuz necə? Bir dənə əla. Düzdür, saq. 1000 dənə cavanlıqda hiss edirəm özümü, Allah'a. Çıxdıq, gedirik evimizə. Qəşəng danışdıq, söhbətləşdik. Orxanla Nasper xanım idman elədi, ancaq idmandan danışdıq. Bəli, məşqrat keçdik. Saat neçədir Orxan? 01:48. 2-yə qalıb indi evə gedirik. Bu da bizim möhtəşəm vloqun sonu. Orki.